Salamlayıram sizləri yeni gündə, dəyərli izləyicilər. Bu evi biz bir neçə ay bundan qabaq çəkib təqdim eləmişik. Qiymətində şok bir endirim olunub, əmlak sahibi eləyib. Təcili şəkildə satdıqlarına görə bir daha gəlib yenidən sizlərə təqdimat eləyirəm bu evi. Bu evimiz, həyət evimiz Abşeron rayon Masazır qəsəbəsində. Masazır qəsəbəsinin ideal bir ərazisində yerləşir. Çox gözəl bir ərazisində, hündür, quru bir ərazisində. 8 sot torpaq sahəsinin içində inşa edilib, 3 mərtəbədən ibarətdir, 6 otaqdan. Təqdimat eləyirəm sizlərə həyət qismindən. Həyətimizdir, bura bağ ərazimizdir. Evin hər tərəfində də geniş alanı var. Burada deməli söhbətgahımızdır həyətdə. Cənnət məkan bir həyət evi axtaranlar buyurub əlaqə saxlaya bilərlər. Şəhərdə özünü elə bil ki, bir Qəbələdə, İsmailidə hiss eləyəcəksən. Görürsünüz, bura bizim evin həyət qismidir. Söhbətgahımızdır. Həyətdə ümumi sanuzelimiz var həyət üçün. Yeraltı baseynamız var. Bura vaxt çox getməsin təqdim eləməyəcəm. Yay üçün mətbəxdir. O tərəfində qarajlı, putdan idarə olunan, həyətinə də rahatlıqla kifayət qədər geniş, böyükdür. Avtomobillər rahatlıqla daxil ola bilir. Evin tam qarşısından, yəni qapını açdın, çıxdın yola, avtobus birbaşa işləyir. Hərə 2-3 avtobus işləyir. Bura bizim evimizin çöl görkəmidir. Baxın dəyərli izləyicilər. Həqiqətən də çox gözəl bir evdir, ideal bir həyət evidir. Kürsülüdür. Daxil olarkən evimizin içərisinə bizi belə bir geniş koridor hissəsi qarşılayır. Baxın, sağda qardirovnu otaqdır. Bura evimizin birinci mərtəbəsi zirzəmi qatıdır. Zirzəmiyə düşmək üçündür. Solda geniş mətbəx və stalovasıdır. Ümumi birinci mərtəbə üçün sanitar qovşağımızdır. Bura gördüyünüz iş otağıdır. Oranı təqdim eləyə bilməyəcəm sizlərə. Burada qoşu qapı olan isə böyük qonaq otağımızdır. Gəlin sizlərə birinci təqdimat edeyim otaqlarımızın içərisindən, böyük olan qonaq otağından. Dəyərli müştərilər, evin qiymətində 100.000 manat endirim edildi. Səbəbini də sizə deyim. Səbəbi odur ki, çox təcili şəkildə bu gördüyünüz həyət evimiz satılmalıdır. Evimiz 7/24 kamera nəzarətindədir. Baxın, böyük belə bir ölçüyə malikdir. Evdə müəyyən əşyalar qalacaq evin içərisinə. Sadəcə olaraq əşya söhbəti və qiymət söhbəti bundan sonra ev sahibinin özü ilə danışılacaq. Qeyd etdiyim kimi, tikinti haqqında da ətraflı məlumat üçün zəng eləyin bizə. Gəlin evə baxın, evin sahibi sizlərə ətraflı məlumatı versin. Gəlin təqdim edeyim sizlərə mətbəx hissəsini. Baxın, sağ tərəfdə geniş ölçüyə malik olan mətbəxdir. Görürsünüz, böyük ölçüyə malik mətbəximiz. Sol tərəfdə stalovasıdır. Yəni, bu evdə mətbəx gözəl bir proyekti var. Həqiqətən də, baxın, mətbəxdə yeməyini pişir, otur burada rahatlıqla ye. Qonağın da gələndə get qonaq otağında rahat istifadə elə. Görürsünüz, belə bir gözəl geniş mətbəximiz idi. Tam təmirli, yəni siz bu evdə təmir işinə heç nəyə ehtiyacınız yoxdur. Stil sistemimiz kombidir. Mərkəzi kanalizasiya sistemidir. Sənədlərimizin tam qaydasındadır. Evin də, torpağın da sənədi var. 330 kvadrat bura birinci mərtəbə zirzəmi qatıdır. Evimizin də, torpağımızın da sənədi çıxarışdır. Yəni sənəd kupçadır. Heç bir problemi yoxdur. Birinci mərtəbənin ümumi sanitar qovşağı. Bax, bura birinci mərtəbənin ümumi sanuzedir. Çıxaq ikinci mərtəbəyə. Dəyərli müştərilər, satışda sizin də əmlaklarınız varsa, istər satılmasında, istər kirayə verilməsində, hətta video təqdimatında belə bizimlə əlaqə saxlayın. Gərək sizin evlərinizi təqdimat eləyək, satışına, alışına köməklik göstərək. Bura ikinci mərtəbədir.
Evimiz 3 qat monolit betonla inşa edilib. Bir zirzəmi qatı, birinci, ikinci mərtəbə və üçüncü mərtəbənin üstü. Geniş dəhlizimiz var. Düz irəlidə terasımızdır. Sağda ümumi sanitar qovşağıdır, yataq otaqlarımızdır. Ora qardırob otaqdır, bura ütü otağıdır və 2 dənə də yataq otağımız burdadır. Təqdim edeyim sizlərə birinci bu yataq otağından. Kifayət qədər geniş ölçüyə malik həyət evidir. Burada yerləşir yataq otağın biri də. Bütün otaqlarımız hər biri kifayət qədər genişdir ölçüləri. Ümumi sanitar qovşağı, döşəməsi parketdir dəyərli dostlar. Bax. Ümumi sanitar qovşağıdır. Dəyərli izləyicilər, qısa formatda çəkirəm ki, vaxtınız çox getməsin. Ətraflı məlumat üçün mobil nömrəmiz ekranın aşağı hissəsində qeyd olunub. Burada yerləşir böyük yataq otağımız. Bu yataq otağının içərisindən ümumi sanitar qovşağı və eyvana çıxışımız var. Dəyərli müştərilər, sonuncu otağı sizə təqdim edirəm. Baxın, burası sonuncu otaqdır. Hər birinizə təşəkkür edirəm dəyərli vaxtınızı bizlərə ayırdığınız üçün.